Bu səsi eşidirsiniz. Hamı məndən soruşurdu ki, niyə evdə bişən çibureklər bazan çiburekləri kimin deyil? Nə qabartıcıdır, nə də suludur. Bugün bütün sirləri sizlə açıqlayıram. Videonu sona qədər izləyin. Xəmirə lazım olan ərzaqlar: un, duz, sirkə. Mən ev sirkəsi istifadə eləyirəm. Yəni kimin evində nə sirkədən varsa istifadə etmək olar. Duru yağ və su. Suda ki, bu xəmirin sirri də pişəndə qəşəng köpüklü olsun deyə, yəni xəmir köpüklənsin. Sirri odur ki, qaynar su ilə hazırlamaq lazımdır. Yəni suyumuz qapqaynar olmalıdır. Başlayaq hazırlamağa. Duzu tökürəm suyun içinə. Bu şəkildə qatışdırıram. Duzu tökən kimi tökürük unun üzərinə. Suyu tökən kimin də üzərinə sirkəni əlavə edirəm. Duru yağı da. Yağı da tökməyimin səbəbi xəmir qəşəng belə xırt-xırt eləsin. O da bu xəmirin sirlərindən biridir. Yəni yağı ona görə əlavə edirik. Qaşınla qatışdırıram ilk. Xəmir, qatı xəmir alınır. Ona görə 1 saat dinləndirəcəyik. İndi isə əlimlə yoğururam. Xəmir hazır oldu. Baxın belə qəşəng, yumşaq xəmirdir. Qoyuruq dinlənsin 1 saat. 1 saatdan sonra başlayaq hazırlamağa. İndi isə keçək içliyi hazırlamağa. İçlik üçün bizə lazım olan ərzaqlar: ət, çəkilmiş ətdir. Quyruq da əlavə etmişəm. Qoyun əti deyil. Yəni quyruq əlavə eləmişəm. Burada məndə soğandır. Hamısını dəqiqliyinə videonun aşağısında qramlarını yazacağam. Soğan bol olmalıdır. Bu da bir çiburekinin sirlərindən biridir ki, içliyin sirlərindən biridir ki, yəni soğanı bol olmalıdır ki, soçun olsun və suyunu sıxıb atmırıq. Soğanın suyunu da atmırıq, əti əlavə edirik ki, ət dadlı olsun. Qarabibər, duz və su. Amma soyuq su. Ətin içinə əlavə edirəm soğanı. Su əti belə canına çəkir. Əti olur çox dadlı. Çox ədviyalar vurmaq lazım deyil. Bununki əsas duz və qara istiot. Suyu da ki, soyuq olmalıdır. Bayaq dediyim kimi. Soyuq su da ki, əlavə edirik ki, içində bulyonu əmələ gəlsin. Necə ki, bazardan çiburekini alanda, dişləyəndə belə suyu axır. Həmin o bulyon əmələ gəlmək üçün həm soğanın suyu ətə belə çəkilir, hopur. Suyu da ki, əlavə edirik qorxmadan. Millilərini dəqiqliyinə yazacağam. Əlavə edirik və super dadlı alır. İkisini də qəşəng ətlə bir yerdə qatışdırıram. Yaxşı olar ki, ət quru olsa, ətə quyruq vurun. Baxın, bu şəkildə, yəni qatıdır da. Buna indi suyu əlavə edəcəm. Olmalıdır smitan kimi. Qatı olmamalıdır. Soğanı dediyim kimi, nə qədər bol olsa o qədər dadlı olar. Soğanın az vurmayın. Yəni bunun dadı da soğanındadır. Misal üçün ət 400 qramdırsa, soğanı 300 qram əlavə edin. Yəni soğandan qorxmayın. Belə və su, soyuqdur. Bu şəkildə. Smitan kimin olmalıdır? Sıyıq. Ki, xəmirə yaxanda qəşəng belə yaxılsın. Yağ kimi. Baxın, içliyim də hazır oldu. Bu şəkildə. Baxın, belə olur. Bu qədər. Başlayaq hazırlamağa. Xəmiri də göstərim sizə. Xəmiri 1 saatdan çox dinləndirmişəm. Belə qəşəng yumuşalıb. Qəşəng dinlənib, belə yumuşalıb, tam qəşəng açmaqlıqdır. Başlayaq hazırlamağa. Xəmirimizi açırıq. Baxın, nə qəşəng xəmirdir. Dinlənəndən sonra lap super alınıb. Qaynar suyu, lap belə kipitok tökürük. Lap qaynanmış su əlavə edirik ki, pişəndə köpüklər əmələ gəlsin. Ona görə biz qaynar su ilə bunu yoğururuq xəmirimizi. Sirkədən də ki, qorxmayın. Heç iyi də gəlmir. Sirkəni də əlavə edirik ki, xırt-xırt eləsin pişəndə. Ona görə ikisini də qorxmadan istifadə edə bilərsiniz. Həm isti suyu, yəni sirləri, həm də ki, sirkə. İndi bunu bölürəm hissələrə. Çalışdığımız qədər çox nazik açmalıyıq. Baxın, super, elə pendirdir. Xəmir çox gözəldir. Baxın. Belə, balaca toplar eləyirəm. Belə
10 dənə kündə alındı. Dediyim kimi 10-12 dənə alınır. Çox nazik açmaq lazımdır. Yəni göstərəcəm belə. Çalışın, çalışdığınız qədər, bacardığınız qədər, yəni çalışdığınız yəni bacardığınız qədər nazik olsun. Xəmiri açdım. Əllərim görsənir. Belə nazik olmalıdır. Nazik olmalıdır ki, qəşəng xırt-xırt eləsin, köpüklər əmələ gəlsin. Təzədən qaçışdırıram. Qəşəng bir dolu xörək qaşığı. Belə tam yarı qutab kimi. Bilməyənlər üçün söyləyirəm. Əlbəttə ki, çox xanımlarımız bilir. Bilməyənlər üçün, şurada bilsin, yarıya qədər yayıram. Tam belə bol lazım deyil. Ümumiyyətlə çebureki də əti belə qutab kimi bol doldurasan. Əgər siz də hazırlayırsınızsa, çox maraqlıdır. Siz içinə nələr qatırsınız, nə əlavə edirsiniz, su əlavə edirsiniz. Kommentdə yazsanız çox sevinərəm. Həm də maraqlıdır hər kəsin fikirləri ilə. Yəni bilmək ki, xanımlar daha necə hazırlayır, öz sirləri varsa, paylaşmaq istəyən olsa, çox sevinərəm. Bu şəkildə və qəşəng bunu bağlayıram. Bir də sirlərdən biri odur ki, bunu qəşəng əlimizlə, ovucumuzla sıxırıq. Bu şəkildə havası çıxsın. Mən yekə elədim tavama görə. Qutabım çox yekə alındı. Yağı da qabaqcadan qoymuşdum. Qəşəng tavanı və yağı isti olsun. Belə qaynar yağa tökməliyik. Orta xodda, çox xodda verməyin, az da verməyin. Orta xodda pişməlidir. Baxın nə qəşəng köpüklənir. Həmin o dediyim qaynar suya əlavə etdiyimiz üçün. Oh, super. İçi də qəşəng sulu olacaq. Qəşəng qızarsın biraz. Baxın, hələ pişir. Xəmirin naziliyinə bax nə qəşəngdir. Bismillah. Ay, baxın. Qəşəng, ətri bir gözəldir. Baxın, üstü xırt-xırtlı. İçi də sulu. Baxın, yağı tökdükcə şişir. Qəşəng. Xırt-xırtlı dedim. İndi bax, istəyirəm bölüm, baxasınız. Oradan deşmişəm. Oy, əllərimə damır. Suyuna baxın. İçi sulu. Çox belə suludur, dadlıdır. Özü xırt-xırt eləyir, içi soçnudur. Çebureklərim hazır oldu. Gördüyünüz kimi içi sulu, özü həm xırt-xırtlı, kağız kimi nazik, içi də görsənir, görürsünüz. Mən inanıram ki, bir daha bazardan alıb çeburek yeməyəcəksiniz, özünüz hazırlayacaqsınız. Siz də hazırlayın, nuş olsun.